Təsəvvür elə, Mərkəz Bankı qərar verir ki, 100 milyard manat pul çap edilsin. Səncə buna kim mane ola bilər? Yəni kimsə çıxıb deyə bilərmi ki, xeyr, bu qədər pul çap etmək olmaz. Yəni bu sistemdə yaradıla bilən pulun miqdarını dəqiq və dəyişməz şəkildə məhdudlaşdıran bir limit yoxdur. Pulun sayı istədikləri kimi artırıla bilir. Amma Bitcoin-də bu fərqlidir. Burada əvvəlcədən müəyyən olunmuş dəyişməz bir limit var. Təsəvvür elə ki, ölkədə dövriyyədə 10 milyard manat pul var. Sonra mərkəzi sistem qərar verir ki, daha 10 milyard manat çap edilsin. Birdən-birə bazardakı pul 2 dəfə artır. Amma ölkədəki evlər, maşınlar, ərzaq məhsulları eyni qalır. Pul çoxalır, amma malların sayı dəyişmir. Bu isə qiymətlərin yüksəlməsinə səbəb olur. Bu yeni çap olunan pula hər kəsin əli eyni anda çatmır. Hər zaman bu pula ilk olaraq banklar, böyük şirkətlər və maliyyə sistemi ilə yaxın olan qurumların əli çatır. Sadə insanların maaşı isə çox vaxt eyni qalır. Nəticədə bazarda pul artır, qiymətlər yüksəlir, amma insanların gəliri eyni sürətlə artmır. Bu isə insanların pulunun alım gücünü azaldır. Elə bil kimsə insanların cibinə girib pulunu götürür. Bitcoin sistemi isə tam fərqli bir prinsip üzərində qurulub. Burada heç kim istədiyi qədər yeni pul yarada bilməz. Çünki sistemdə sərt bir limit var. Bitcoinin ümumi sayı heç vaxt 21 milyon ədədi keçə bilməz. Bu qayda Bitcoin sisteminin kodunda yazılıb. Şəbəkədəki minlərlə kompüter bu qaydanın pozulmamasına nəzarət edir. Əgər kimsə 21 milyondan artıq Bitcoin yaratmağa çalışsa, şəbəkə bunu qəbul etməz. Bitcoin şəbəkəsində miner adlanan iştirakçılar var. Onlar kompüterlər vasitəsilə yeni bloklar yaradır. Hər yeni blok yaradıldıqda isə sistem yeni Bitcoinlər yaradır. Bu isə miner üçün bir növ mükafatdır. Burada çox maraqlı bir qayda var. Vaxt keçdikcə miner mükafatı azalır. Təxminən hər 4 ildən bir blok mükafatı yarıya düşür. Məsələn, əvvəllər bir blok üçün 50 Bitcoin verilirdi. Sonra bu rəqəm 25 oldu, daha sonra 12.5, indi isə 6.25 Bitcoin. Yəni zaman keçdikcə hər blokda yaranan yeni Bitcoinlərin sayı azalır. Bitcoin sistemi belə qurulub ki, blok mükafatı davamlı olaraq azalır. Bu proses uzun müddət davam edir və nəticədə yaradılan Bitcoinlərin ümumi sayı təxminən 21 milyona çatır. Yəni, sistem elə dizayn olunub ki, yeni Bitcoinlərin sayı getdikcə azalır və bir nöqtədə tam dayanır. Bu proses belə davam edir və təxminən 2140-cı ildə son Bitcoin yaradılmış olacaq. O vaxtdan sonra isə yeni Bitcoin yaranmayacaq. Ümumi sayı isə həmişə 21 milyon olaraq qalacaq. Tarixdə ilk dəfə bir pul sistemi var ki, onun ümumi sayı əvvəlcədən məlumdur. Heç kim istədiyi anda yeni pul yarada bilmir. Bu səbəbdən Bitcoin rəqəmsal qıtlıqdır və çox təəssüf ki, insanlar hələ də bunun nə qədər əhəmiyyətli olduğunu anlamaq istəmirlər.